Əyyub. İkinci fəsil. Əyyubun ikinci sınağı. Başqa bir gün ilahi varlıqlar Rəbbin hüzuruna qalxmaq üçün gələndə, şeytan da onlara qoşulub Rəbbin hüzuruna qalxmaq üçün gəldi. Rəbb şeytana dedi, hardan gəlirsən? Şeytan, dünyanı gəzib dolaşmaqdan, deyə cavab verdi. Rəbb dedi, qulum Əyyuba yaxşı-yaxşı nəzər sala bildinmi? Axı yer üzərində onun kimisi yoxdur. O, kamil, əməli salih, Allahdan qorxan və özünü şərdən uzaq saxlayan bir adamdır. Məni vadar elədin ki, boş yerə onu məhv eləyim, amma o hələ kamil olaraq qalıb. Şeytan Rəbbə belə cavab verdi. Dəri əvəzinə dəri, insan canına görə hər şeyini verər. Əlini uzadıb onun ətinə və sümüyünə toxun. O, gözünün qabağında mütləq sənə lənət eləyəcək. Rəbb şeytana dedi, yaxşı, onu sənə təslim eləyirəm. Yalnız canını alma. Beləliklə, şeytan Rəbbin hüzurundan getdi və sonra Əyyubun bədəninə başdan ayağa dək ağırlı çıbanlar çıxartdı. Əyyub çıbanlarını qaşımaq üçün bir saxsı parçası götürdü və kül içində oturdu. Arvadı ona dedi, yenə də kamil olaraq qalacaqsan, lənət et Allaha, öl qutar. Əyyub cavab verdi, lap nadan arvadlar kimi danışırsan. Nə oldu? Allahdan yaxşılığı qəbul eləyək, pisliyi qəbul eləməyək? Bütün bu hadisələr baş verərkən, Əyyub özünə günah qazandıran bir kəlmə də demədi. Əyyubun üç dostu. Əyyubun üç dostu Temanlı Elifaz, Şuahlı Bildad və Naamatlı Sofar, onun başına gələn bütün bəlaları eşidərkən, üçü də yaşadıqları yerdən çıxıb bir yerdə görüşdü. Onun dərdinə şərik olmaq və onu ovutmaq üçün yanına gəldilər. Əyyubu uzaqdan görərkən tanıya bilmədilər. Hönkürüb ağlayaraq öz cübbələrini cırıb dağıtdılar və yerdəki torpağı götürüb başlarına tökdülər. 7 gün, 7 gecə onunla birlikdə quru yerdə oturdular. Kimsə ağzını açmadı. Çünki Əyyubun dərdinin nə qədər böyük olduğunu gördülər.